Elçin müəllim, xoş gəlibsiniz, səfa gətirsiniz studiyamıza. Buyurun, özünü təqdim edin və Öz minnətdarımı bildirirəm. Bilirik ki, dövlətin başçısının bax bu məsələlərdən həqiqətən xəbəri yoxdur. Dəfələrlə dövlət başçısı müraciət edib xalqa ki, mənə çatdırın, bu vəziyyəti mənə çatdırın. 2022-ci ildən yanvar ayından Azərsu Açıq Səhmdar Cəmiyyətində Nəqliyyat və Xüsusi Texnika İdarəsində 2 nömrəli nəqliyyat sexinin rəisi vəzifəsinə təyin olunmuşam. 2022-ci ildən. 22-ci ildən. Bu müddət ərzində və mənlə bir yerdə gələn ehtiyatda olan zabitlər idik biz, hansı ki nəqliyyatdan Siz uzun müddət. hərbi siz Müdafiə Nazirliyinin əməkdaşı olsunuz, yoxsa necə? Biz ehtiyatda olan zabitlər deyəndə biz artıq təqaüddəyik. Bildim Və təqaüddəsiniz. təqaüddə mən şəxsən 2010-cu ildən təqaüddəyəm. Yəni Müdafiə Nazirliyindənsiz, yoxsa məsələn daxili qoşunlardan, Daxili qoşunlarda olmuşam. Daxili qoşunlarda olmuşam. Xidmət eləmişəm, bəli. Xidmət qurtarıb. Bəli, 2010-cu ildən bəri də mən təqaüdə çıxdığım müddətdən qaraj müdürü, nəqliyyat şöbəsinin müdürü, nəqliyyat departamentinin direktoru olmuşam, logistika və nəqliyyat departamentinin direktoru olmuşam və yenidən dövlət sahəsinə qayıtdım. 2022-ci ilin dəvət elədilər məni. Ora dəvət elədi, yoxsa imtahanla Dəvət getdiniz? elədilər, yox, dəvət elədilər. Sədr əvəzi rəhmətli Köçərli Həsənov, Allah ona qəni-qəni rəhmət eləsin. Müavin idi də, sonradan sədr əvəzi oldu. Hə. Orada sədr əvəzi oldu. O müddət ərzində biz orada çox işlər gördük. Həmən o dediyim komanda gəlmişdi. Oğurluğun qarşısı alındı, adamları uzaqlaşdırdıq və s. və o gəldi ta ki, iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti yaranıb və buranın strukturuna, bilirsiniz ki, struktur bölməsi kimi o Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabedir. Bəli. Əlbəttə ki, Meliorasiyadan gələn komanda idi, gəldilər, oturdular vəzifələrə və Azərsu'nun köhnə əməkdaşlarını hamısını deyəndə bilikli, savadlı bütün əməkdaşları oradan yox elədilər, uzaqlaşdırdılar. Açıq deyəcəm bunu, mən bundan etiraf edirəm bunu. Bu işimi bildiyimə görə məni saxladılar. Birinci əmək müqaviləsi bağladılar mənə iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti. Orada bir belə idarə var, Nəqliyyat və Xüsusi Texnika İdarəsi. Ora bir adam təyin olundu. Əvvəllər Meliorasiyada olub təsərrüfat şöbəsinin müdürü. Gəldi idarə rəisi oldu. Biz idarə rəisi dövlət səviyyəsində olan bir əməkdaşa, yəni onun özünün aparılması qaydası, onun özünün davranış qaydası, onun idarə etmə bacarığı və bunlar hamısını, əlbəttə ki, bu funksiyaları hamısını nəzərə alaraq vəzifəyə təyin olunur. Bunu bilməm hardan gətirdilər. Bu özü də gömrükdə işləyib, uzun müddət gömrükdən uzaqlaşdırılıb və açıq aydın da bizə bu deyirdi. Mən bizdə keçirilən iclasda heç bir etik qaydalara, etik normalara əməl etmədən hər şeyi etiraf edirdi ki, nələr baş verirdi onun dövründə və indi nələr baş verir. Mən təyin olundum 2024-cü ilin iyul ayının 25-də iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti yeni yaranmış xidmətin Nəqliyyat və Xüsusi Texnika İdarəsində bir nömrəli avtoparkın müdürü vəzifəsinə. Gələn kimi ilk növbədə mən artıq bilirəm bu təcrübəni, nəqliyyat sexi olduğum müddət ərzində yoxlamalara başladım. Birinci növbədə yanacağın sərfiyyatı, yanacağın hesabatlarını qoydum qabağıma və başladım bunların hamısını araşdırmağa. Yəni siz təhvil təslimdə yoxlamaya başladınız ki, sabahların üzərinizdə bir başqa şey qalmasın. Bəli. Mən hətta o təhvil təslim deyəndə yadıma saldınız ki, inanınız ki, mən heç Nəqliyyat və Xüsusi Texnika İdarəsində əvvəlki vəzifəmi belə təhvil verməmişəm. Görün orada Necə yəni təhvil verməmişəm? Təhvil verməmişəm. Təhvil vermədən məni təyin eləyirlər avtopark müdürü vəzifəsinə. Avtopark müdürü vəzifəsinə təyin olduğum gündən başlamışam bu hesabatları qoymuşam qabağıma. Və yoxlamağa. Yoxlamağa və görürəm ki 85-ci, 90-cı illərə istehsala aid avtomobillər, bu köhnə Sovet avtomobilləri qaz 53, qaz 52, qaz 66, 66. Bu tip maşınların hesabatlarında görürəm ki, yanacaq hesabatlarında qənaət üzə çıxır. Yəni bu maşınlar qənaətlə işləyirlər. Özə Onlar 20, 25, bəzən 30, bəli. 100 kilometrə yanacaq işlədir. Bəli. Mən bunu görən kimi bu rəqəmləri idarə rəisinə izah elədim. Yəni bu gün də üzr istəyirəm Elçin, həmin maşınlar var elə orada. Var. 85-ci ilin maşını işləyir. Qaz 52, Bəli, bu günləri Sumqayıt şəhərində fəaliyyət göstərirlər. Hansının ki, o biz hərbidə olaraq KUNQ deyirdik, arxa
bağlı isə, elə böyle haki rəngindədir, hərbi rəngindədir, maşınlardır. Qapıları yox. Elə mi onu Kuza oynayıb, bəli, o maşınlar hətta Priborskda, yəni sahil qəsəbəsində bu günləri fəaliyyət göstərən bizim orada bir Qaz 27 var. Onun 5 silindirdən cəmi 4 silindr işləyir. Bir silindr isə şamla kabil yerdə sallanır. Onunla belə ona qənaət yazılıb 30 litr qənaət edir bu maşın. O nə deməkdir? Qənaət edir nə deməkdir? Nə anlama gəlir? Yəni ki, nə məqsədlə eləyiblər onu? Ki sonradan bunu nə etsinlər? Yanacağı satsınlar. Məsələn, bir maşın işlətməlidir 100 kilometrə tam ki 30 litr. Bunlar yazırlar 10 litr, eləmi? 20 litr saxlayırlar. Bəli, bu maşın saxlayırlar. Burada spidometrlərin şüşələrini sürücülər çıxardır və oradakı olan sayğacı qabağa verirlər ki, avtomobil çox təyin olunmuş məsafədən daha çox gedib və həmin o yanacağı işlədib və işlətdiyi müddət ərzində qənaət edib. Vay, hə, deməli spidometri fırlayırlar qabağa, kilometrajı çox göstərirlər. Bəli. Amma benzin az yazırlar. Bəli, benzin az yazırlar. Vay, bunlar dəqiq artıq sizin yoxlamada gəldi. Bəli, mən bunların hamısı faktları aşkar etmişəm. Və bu faktlarla bağlı... Nə qədər yeyinti aşkarladı siz orada? Yox, bir dəqiqə, mən hələ tam bitirməmişəm. Mən bu faktları görəndə ki, köhnə maşınlar qənaətlə işləyir, mən oraya yeni təyin olunmuş o gömrükdən gələn Samir Cəbrayılova, idarə rəisinin adı Samir Cəbrayilovdur, həm yazı formasında, yəni biz ona deyirik raport formasında, həm də ki, şəxsən özüm də qəbulunda demişəm ki, bu absurddur. Bura təcili yoxlama lazımdır, komissiya yaradılmalıdır və komissiya göndərilməlidir. Lakin Samir Cəbrayılov mənə deyirdi ki, mən ora komissiya göndərməyəcəm, özün yola ver, geçsin, problem olmamalıdır, oradan səs çıxmamalıdır. Bir sual verəcəm sizə. Siz əvvəlki idarədəki rəhbər işlədirsə, bundan öncə də, ondan qabaq işlədiniz idarədə, yəni o işlədiniz dövrüsün, qorxunuz yoxdur ki, sabahları sizi də yoxlayarlar, yeni gələn təhvil. Oranı biz artıq məsələni qaldırmışdıq vaxtında. Sizin də korrupsiya çıxar üzə, və hansıda bir pis əməllər tutar. Siz bunlardan ehtiyat eləmirsiniz? Yox, ehtiyat eləmirəm. Hətta inanırsınız ki, məni oradan çıxardanda, mənim nə təhvil təslimim oldu, nə orada nə isə bir qəbul oldu, nə mən vəzifələri qəbul elədim, nə də təhvil verdim. Və siz gələndə necə təhvil təslim aldınız özünüz? Yox, o səviyyəyə gəlib çatmadı. Dəfələrlə deyilmiş ki... Niyə onda məsələn bura gələndə siz təhvil aldınız? Almadım, yoxlamaya başladım. Orada necə? Yoxlamaya başladınız mı? Harada? Birinci idarəyə gələndə yoxladınız? Birinci, bəli, yoxlamada çoxlu orada nöqsanlar aşkar eləmişdi. Orada da aşkarlar eləmi? Bəli, hamısını çıxartdım. Yəni o idarədə də. Mənim o köhnə zabit yoldaşlarım da, hansı ki, indi onlardan da uzaqlaşdırdılar. Onlar da öz emalatxana rəisləri də təyin olunmuşlar. Onlar da çoxlu bir oğurluq və digər əmlakların mənimsəmə faktlarını çıxarmışlar. Bununla bağlı rəhbərlik o vaxtı tədbir görmüşdü. Həmən orada bu məsələyə ilə cinayət faktları ilə hüquq mühafizə orqanlarına müraciət olunmamışdı. Sadəcə onları sakitcə yola salmışlar, işdən çıxartmışlar. Amma ortada gedən dövlətin vəsaiti idi axı. Onları indi hansı... Təxmini yadınızdadır rəqəmlər, məsələn, nə qədər rəqəm var? Siz orada nə qədər aşkarlamışdınız? Hansı qanun pozuntularını aşkarlamışdınız ora gələndə ilk dəfə o idarəyə? Orada mən yanacağın istismarı zamanı, yanacağın istifadəsində orada nöqsanlar var idi. Rəqəmlər orada gəlib çıxırdı bir 100 tona. 100 ton yanacağa çıxır. Bəli. Tək yanacaqdan götürsək. Burada həm də mən qaldırmışdım 20-ci ilin, 21-ci ilin və 22-ci ilin. Yəni mən təyin olunduğu günə 6 ay mən orada bu məsələləri işlədik və çıxartdıq bunları üzə. Bunlar hamısı komissiya, mən necə xahiş eləmişdim, komissiya göndərilmişdi, komissiya gəlib aşkar eləmişdi. Bundan sonra... Yəni 100 ton yuxarı çıxartdınız və adamlar sadəcə işdən uzaqlaşdırıldı. Və indi mən bildiyimə qədər, indi orada əgərləri hər şey qaydaya düşübsə rəqəmlər, onlar ödəyiblər bunu. Yerinə qoyublar, bərpa edib. Çünki başqa cürə bunu geriyə qaytarmaq mümkün deyil. Hər bir gün, hər bir ay... Orada da silə bilərlər. Yəni o silmə ilə bir problem deyil ki. Buradakı olan rəqəmlər, burada ardıcılıqla davam edir, ay ba ay. Məsələn, avtomobil gəldi avtoparka ayın 31-i, onun sayğacı qeyd olunur, getdiyi məsafə, götürdüyü ay ərzində yanacaq. Əlbəttə ki, əlavə bakda o önkü ayında, əvvəlki aydakı olan bakın qalığı və sonda gələndə ayın 31-i bakdakı qalıq. Bunlar hamısı hesabatda nəzərə alınır və həmən rəqəmlə bu növbəti ayın birindən çıxır xəttə. Ona görə bunlar bir-birinə bağlı bir məsələlərdir. Aydın. İndi gələn məsələ. Gəldiniz burada, araşdırdınız ki... Bəli, Samir Cəbrayılova məruzə olundu. Samir Cəbrayılova heç bir tədbir görmədi. Bununla bağlı
özünü də dəvət elədim ki, bir gəlin siz də avtoparka. Mənim xidmət otağımda var idi IP kamera, mənim tərəfimdən qoyulmuşdu. Yeni vəzifəyə təyin olunmuşdum. Həmən o xidmət otağa da IP kamera yerləşdirmişdim. Siz özünüz yerləşdirmişsiniz də? Bəli, IP kamera Nə ilə yerləşdirmişdim. bağlı? Niyə elə məsələn? Qapılar bağlanmırdı. Biz orada avtopark konteynerdən ibarətdir. Bəli. Bir neçə konteynerlərdən ibarət bir dənə belə bir yaradıblar otaq xidmət otaqlar. Ona görə də mən ora özüm də qoymuşdum. 24 saat o çəkiliş aparırdı orada. Həmən o 24 saat ərzində həmən o idarə rəisi gəlmişdi bizə. Gizli kamera qoymuşdunuz yoxsa açıq Yox, kamera? aşkar və kamera. yazı da yazılmış və çəkiliş aparır. O da məsələn idarə rəisi öz arxa olduğu adamlara arxalanıb və istədiyi də sözləri də orada qeyd edib. İndi biz göstərə bilərik ki, orada məsələn Göstərir orada zaten gedir efirdə bir nəfər ağ köynəkli adam da oturubdu. O lap dibdə bir bəli, o rəis o Samir Cəbrayılov odur. O Mərkəzdə oturan o. O orada deyir ki, bəs mən hamıya bütün kollektivə sizin deməli otaqda oturub da. Bəli, xidmət otağa gəlib orada iclas keçirdir işçilərlə. Aha. Orada deyir ki, mən gömrük komitəsində işləyəndə pul qazanırdım. Burada açıq var bu səslərdə. Bəli. Bir dənə xahiş edirəm, o səs aç onu görüm hələ. O da çoxdur şey. Hələ bir dənə o sonra bir dənə də əlavə var, onu da deyəcəm sizə. Məsələn neçə dəqiqədir? Bunu istəyirəm mən səsləndirəm bu şeyi. Səsləndirək onu bir dənə zəhmət olmasın. Və deyir ki, o dövrdə buna icazə var idi. Bu sözlərlə bu adamın birincisi nəyə arxalanması mənə çox maraqlı və kimə arxalanması. O dövr kimə aiddir? O dövrdə kim idi rəhbər? Neçənci illərdə işləyibdi? 2016-cı ildə işdən çıxıb. 2016-da işdən çıxıb. Bəli, işdən çıxıb. Mən özüm gömrük komitəsinə bununla bağlı məktub... Aydın Əliyev olub mən bilən onda. Məncə gömrük komitəsində Aydın müəllim olmalı idi. Çıxan dövrdə ola bilər, amma neçənci ildən işləyibsə o... O əvvəl Kamaləddin Heydərovdu. O dövrdən işləyib. Ondan sonra deyəsən Aydın müəllim gəldi Kamaləddinlə. Elə mi? Aydın müəllim gəldi. Aydın müəllim gəldi, sonra Səfər Mehdiyev gəldi, sonra bu indiki gəldi. 16-cı ildə bilməm hansı idi. Mən rəsmi olaraq Dövlət Gömrük Komitəsinə yazmışam. Həmin o görüntünün neçənci dəqiqəsindədir o səs? Ki o hissəsini tapaq. Birinci hissədədir elə. Yox, neçənci dəqiqəsindədir deyə çoxdur şey. Əvvəldən elə başlayır elə o. Sonra orada belə bir ifadə işlədim ki, mən 2024-cü ilin iyun ayında işə təyin olunmuşam vəzifəyə. Özü haqqında danışır Samir Cəbrayılov. O dövrdə gəlib təyin olub 22 iyun idi. Belə bir dövrdə idi o. Gəlmişdi vəzifəyə. Mən özü deyir ki, 2024-cü ilin yanvar ayından bəri gözümdə görməyən əmlakları qəbul etmişəm. Bu dövlət və dövlətçiliyin xətrinə eləmişəm. Bu nə deməkdir? O nə deməkdir yəni? Gözümdə 300 min, özü də deyir, 300 min məbləğində. Azərbaycan manatı məbləği. Gözümlə görmədiyim, olmayan və gözümlə görmədiyim əmlakları qəbul eləmişəm. Yəni imza çəkmişəm də orada. Cinayətə birbaşa elə işə başlayanda artıq yəni imzamı çəkib girmişəm ki, sizin qrupdayam mən də. Yəni cinayətkarlar şəbəkənin içinə girirəm mən. Bəli, açıq deyirəm, burada nə var ki? Yəni bu videoda var da bu səslər. Var, orada var 300 minlik yazılıb orada qeyd olunub. 2024-cü ilin artıq avqust ayında mən rəhbərliyə bu yanacaqla bağlı məruzə eləyəndə bu heç bir tədbir görmürdü və o iclas zamanı da xəbəri olanda ki, məndə bu orada onlayn kamera yerləşdirilib. O onlayn kamera ilə bağlı öz mavinini, bir də ki, müşavirini göndərmişdi mənim xidmət otağıma. Orada xidmət otaqda nə qədər savadsız insanlardılar ki, bunu aktlaşdırmaq əvəzinə bunlar orada nə edirlər? Gəlirlər məni itəliyirlər. Otağımda, mənim xidməti otağımda, xidməti kabinetdə. Onu oradan IP kameranı əllə çıxardırlar. Mən müqavimət göstərmək istəyəndə ki, bu mənim şəxsi əmlakımdır. Onlar məni itəliyirlər və qaçırlar, dayanmadan, bir də təkrar edirəm, qaça-qaça xidməti maşına minib və gedirlər həmən o Samir Cəbrayılova məruzə eləməyə. Mən bu məsələ ilə bağlı dərhal gedirəm Abşeron rayon polis idarəsinə və orada şikayət edirəm məsələ ilə bağlı. Təəssüf edirəm ki, əvvəl Abşeron rayon polis idarəsi çox obyektiv başlamışdı işə. Sonra dedilər ki, açıq deyim, orada təhqiqatçı mənə deyir ki, Elçin müəllim, onlar vəzifəli şəxslər, biz onlara işləyə bilmərik. Maraqlı bir şey var ya burada Elçin müəllim.
siz çağırırsınız rəhbərliyi ki, qardaş, burada mən belə bir cinayət faktı. Bəli, komissiya yaradın. Komissiya yaradın, gəlin Yazılır, yoxla. bəli, yazılı O gəlir formada. başlayır orada deyir ki, yəni mən əvvəldən deyir ki, yəni mən də cinayətkaram, çünki gözümlə görmədiyim şeylərə imza atmışam. Və mənə deyir ki, Yəni orada sizə o deməkdir ki, siz də gözünüzlə görməmişsiniz, görmədiniz. Bəli, Belə bu mən- 100 ton yanacağı görməzdən gəlir. Bəli. Və bu cinayətə şərik olur. Bəli. Yəni bu əslində deməkdir ki, sabah siz ora girdinizsə, və bunları yoxlamaları üzrə çıxartmadınızsa, gizlin saxladınızsa, bir yoxlama gələcəkdir sabah sizə və bunu araşdırdı, dedilər ki, siz bunu bilə-bilə təhvil alıbsınızsa sizin boynunuzdadır, artıq siz də cinayətkarsınız. Gəlin bundan sonra bizlə bir yerdə biz nə deyirik onu deyirik. Bəli. Mən biləndə ki, mən getmişəm Abşeron rayon polis idarəsinə, oktyabrın 14-ü. Getmişəm polis idarəsinə, şikayət eləmişəm yazılı. Adam qərar verir ki, öz müavini vasitəsilə mənim xidməti maşınım əlimdən alınır. Sürücü başqa vəzifəyə təyin olunur və məni xidməti otağıma buraxmırlar. Qanunsuz. Ayın 17-si cənab prezidentə, hörmətli ali baş komandamıza məktub yazıram və bildirirəm ki, məni qanunsuz işə buraxmırlar. İşte ola. Ola. Yəni əmr verilməyib. Verilməyib. Bunlar məni nə edirlər? Bunlar gözləyirlər ki, mənim 3 ayım tamam olsun. Mənim 3 ayım da ayın 25 oktyabrda tamam olur. Aha. Yəni ki, bunlar öz başına olaraq mənimlə 3 ay alanda nə olur və ki? onların bildiyincə ki, mənlə onlar əmək müqaviləsi bağlayıblar 3 aylıq. Aha, niyə 3 aylıq bəs? Niyə? Bütün iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları ilə Bu Zaur Mikailov gətirirlər onun yerinə qoydular. Burada gələn kimi də o da birinci Qudalan zaddan getdi orada başladılar nərd oynamağa. hamı ilə 3 aylıq əmək müqaviləsi bağlanılıb ki, hamı sussun. 3 aylıq əmək müqaviləsi o deməkdir ki, heç kimlə, işçi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilib ki, F bəndində iki qarşı tərəf və iki tərəfin razılığı ilə Müqavilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanır. 3 aylıq. Yəni bunlar müddətli 3 aylıq sayılır, müddətli Bu sayılır. nazirliyin hamısını elə eləyiblər də. Bütün hamısını el eləyiblər, necə eləyiblər? Vəzifəsi fərqli. Hamını eləyiblər ki, baxın, işçi ilə nə töhmət vermək lazımdır onlara, nə Müqavilə şiddət bitdi, töhmət- xoş getdi. Müqavilə bitdi, xoş getdi. Ay yox, sən bizi kimi Nə də davam şikayət elədinsə, eləyəməz, əmək müfəttişinə kim nə deyəsən ki, güya? heç nə, özün bağlamısan Məhkəməyə əmək. kim nə deyir? Amma bu hal başqa hal idi mənlə bağlı. Mənimlə əmək müqaviləsi bağlanılmamışdı. Və mən bu günləri verdiyim məhkəmədə, birinci instansiyada uddum. Məhkəmənin qərarı ilə mən öz vəzifəmə bərpa, buraxdığım günlərin əmək haqqının haqqı. ödənilməsi, Aha. plus və mən onu sübut elədim ki, bunlar ayın 14-dən məhkəməyə sübut elədim. Ayın 14-dən 28-nə qədər məni qanunsuz işə buraxmayıblar. 10 da əmək haqqını mənə ödənilsin. Bu bəyənmə işarəsini niyə vurursunuz qardaşlar? Bu işarəni niyə vurmursunuz ki? Hamının başı qızışıb söhbətə. Xahiş edirəm bu işarəni vur. Əsas bu deyil, bu. Bunu vurun ki, yayılsın, çox yayılsın. Bir işarə 10 nəfər deməkdir. Və biz ətrafımızı genişləndirməliyik də. Görsün cəmaatın başına nə oyunlar açırlar. Burada Elçin müəllimin dediyi bu fakt var ha. Bu bütün Azərbaycanda olan bütün təşkilatların başına açılır ha bu. Hər kəslə 3 aylıq müqavilə bağlanır. Niyə? Dedi səbəbini. Həm sabah dilin güdəyi olsun, Bəli. heç kəsə etiraz eləyə bilməyəsən. Eləcə də artıq əski danışdınca rədd eləmək üçün sənin çox rahat əllərində bir şans olsun. Desin qardaş, müqavilən vaxtı tutarıb, sənin vəzifə mənim ehtiyacım yoxdur. Sənə yox ha. Sənə ehtiyacım ola bilər, amma bu vəzifəyə artıq ehtiyacım yoxdur, çünki müqavilən bağlanıb. Və eləcə də ikinci bir, bunların fırıldağı nədir? Bu fırıldaq da əslində baxsan. Bu dələduzluqdur bunu eləyənlər. 3 aydan bir müqavilələri yeniləməklə Statistika Komitəsinə rəqəm verirlər ki, ölkə başçısına məruz eləyək ki, bu ay məsələn, bu birinci 3 ayın içərisində bu qədər işçi götürdük, ikinci 3 ayın içində bu qədər işçi götürdük, üçüncü kvartalda bu qədər işçi götürdük, ilin sonuna gətirib çıxardılar, 500 adam işlədilər, ilin kəndə 4-ə vuranda 2000 nəfər. Bir idarədə məsələn 500 adam işə götürüblər cəmi cümləti, onu 2000 nəfər statistika rəqəmlə verirlər ölkə başçısına, alladırlar hamını. Hamını alladılar. Bütün Azərbaycan xalqını alladılar bunlar. Dövləti alladılar ki bunlar. Ki 2000 işçi götürmüşük.